Dördüncü hissə. Əlif. Başlanğıcda söz var idi. Yuhanna 1:1. Sözün önəmini Uca Allah yaradılışdan bəri bizə vurğulayır. Quran vasitəsilə bizə həmin sözü oxumağı əmr edir. Bəllidir ki, oxumaq insanı daim inkişafa doğru aparır. Bəs inkişafın ən pik nöqtəsi haradır? Söz Tanrı ilə birlikdə idi. Söz Tanrı idi. Yuhanna 1:1. Bu kəlamlar müqəddəs İncilin ilk ayələridir. Eynilə İslamda da Uca Allah əlif ilə işarə edilir. Bu da Allahın sözə verdiyi dəyəri bizə göstərir. Söz əvvəl də var idi. İnsan yaranmazdan öncə, yəni Allah əzəldən var olarkən, söz Allahın varlığı ilə birgə var idi. O sözü bizə çatdırmaq üçün bizi yaratdı. İnsanı özünün yer üzündəki xəlifəsi elan etdi və insana ən sonda İslamla birgə oxumağı əmr etdi. Bu vaxta qədər söz tamamlanmamışdı. Sözün tamamlanmaması da axır zamanın olmamağı ilə əlaqədar idi. Lakin indi son peyğəmbərin gəlişi ilə söz tamamlandı. Tamamlanmış sözü bizə oxutmaqla isə bizi insanlığın ən üst təbəqəsinə yüksəldəcək. Yüksəldəcək ki, təkamülü tamamlanmış, sözü oxumuş varlıqlar olaraq ona qovuşaq. Söz öz inkişafını tamamladığı kimi, insan da öz inkişafını tamamlamalıdır. Quran-ı Kərim bizə bir müjdə olaraq gəldiyi kimi, həm də üzərimizə böyük məsuliyyət yükləyir. Bizə açıq-aşkar deməsə də təkamül etməyi vacib edir. Çünki biz sonuncu, yəni təkamülünü tamamlamış dinin dövründə yaşayırıq. Müqəddəs Quranı və digər dinləri səthi olaraq oxuduqda qiyamətin artıq yaxınlaşdığını Uca Allah hər üçündə də vurğulayır. Lakin zamanının ancaq ona bəlli olduğunu bildirir. Kəhf surəsinə nəzər saldıqda günəşin batdığı yerin qara palçıqlı bir yer olduğu göstərilir. Bu da sonun vaxtının deyil, necə gələcəyinə işarədir ki, astronomik hesablamalara görə günəşin sonu qalaktikamızda yerləşən qara dəlik səbəbindən olacaq. Bunu növbəti fəsildə geniş müzakirə edəcəyik. İndi isə mövzumuz tam olaraq bu deyil. İnsanlar dinlər kimi təkamülün başa vurmuş varlıqlardır. X, Y və Z oxları ilə baxdıqda təkamülün ən pik nöqtəsinə çatmışıq. Bundan sonraki mərhələ isə robotlar və ya cyborglardır. İnsan olaraq da, din olaraq da təkamülümüzü tamamlamışıqsa, deməli həqiqətən yaxınlaşmaqda olan yaxınlaşdı. Bundan qorxmaq lazım deyil, sevinmək lazımdır. Çünki son birbaşa hər kəsin məhvi olacağı bir son olmayacaq. Haqqın batil üzərində qələbəsi ilə nəticələnəcək. Haqqın qələbə qazanması üçün isə ilk öncə ümmətə vacibdir ki, Quranın ilk əmrinə tabe olsun, yəni oxusun. Biz isə oxumaq bir yana, Quranı bəzək əşyası kimi ən yüksək yerdə tuturuq. Əgər mövzunun adı ilə əlaqədar olaraq Bəqərə surəsində bir söz yox, bir hərf dəyişsə, əlif yerinə mim, mim yerinə əlif qoyulsa, bundan neçəmizin xəbəri olacaq? Və ya Tövbə surəsinin əvvəlinə də Bismillah əlavə edilsə, hansımız biləcəyik ki, Quran dəyişilib? Əlbəttə, bu ayələrlə sabitdir ki, Allah onu öz elmi ilə qoruyur və heç kim onu dəyişə bilməz. Bəs qorumasaydı, onda necə? Bu insanlıq üçün, müsəlman ümməti üçün böyük utanc deyil ki, öz kitabını özü qoruya bilmir. Çünki bu təcrübələrlə bizə bəllidir. Bundan əvvəlki kitabları qoruya bilmədilər və Antik Roma, Antik Misir böyük dəyişikliklər etdilər. Bəs bizim onlardan fərqimiz nədir? Məsələn, Avropanın bir çox ölkəsində, həmçinin ABŞ-da söz azadlığını bəhanə edərək, demokratiyanı əldə bayraq tutaraq Quran yandırılır. Ölkəmiz daxil olmaqla bir çox xalqı müsəlman olan ölkələrin millətləri onları qınayırlar. Axı o yanan kitabın hərflərindən xəbərimiz olmadığı halda onları necə qınaya bilərik? Əgər sabah o qınadığımız Quranı yandıran adam onu yandırmağı üçün yalançı bir hədis, bir ayə çıxarsa qabağımıza və əlində internet gücü olan dövlətlər də bunu tirajlasa, 1400 il əvvələ aid edildiyini bizə dırnaq arası sübut etsə, onda hansımız onlara cavab verə bilərik? Əlbəttə ki, bir çoxumuz ancaq gözlərini döyər. Bu, bilirsiniz, nəyin dövrümüzə inteqrasiyasıdır? Qureyş tayfasının biz atalarımızın dinindən dönə bilmərik deyib
bütlərdən dönməməklərinin. Biz bir çoxumuz gözümüzü müsəlman ailəsində açmış və bunun batinini dərk etmədən müsəlman olmuşuq. Atalarımızın dinini mənimsəmişik, lakin Allahın dinini mənimsəməmişik. Bəli, istənilən halda müsəlman doğulmaq, peyğəmbəri və onun pak əhli beytini qəbul etmək həyata 1-0 öndə başlamaq deməkdir. Lakin bu hər şeyi həll etmir. Bu bizi ona layiq etmir. Layiqlik yalnız biz nəyisə verdikdə yaranır. Biz buna layiq olmaq üçün oxumalı və kitabımızı tam olaraq mənimsəməliyik. Nəinki qəbirlərə gedib 5 manata Yasin oxutdurmalıyıq. Əlbəttə, mən bunu inkar etmək üçün demirəm ki, etməyin. Təbiidir ki, Yasini ölü üçün oxumaq da gözəldir. Amma bunun batinini bilmədən etmək nə dərəcədə düzgün olar? Axı bu din fəlsəfədir. Fəlsəfəsini anlamadan edilən əməllər bəlkə də boşa gedir. Amma xəbərimiz yoxdur. Qəbr üstündə ilk olaraq 30-35 dəqiqə, yəni bir Yasin surəsi qədər dayanmaq bəyənilən əməldir. Çünki insan yeni həyata qədəm qoyur. Özünü orada tərk hiss etməsin və Allahın kəlamlarını duysun deyə, həmçinin doğmalarını başının üstündə görsün deyə gözəldir. Qəbir sorğu-sualı da bu səbəblə ona asan gəlsin. Amma biz, yəni hələ sağ qalanlar üçün onun faydası yazılanları dərk etdiyimiz halda gözəl olardı. Təbii ki, qəbristanlıqda dili tərcümə edərək Quran oxumaq düzgün deyil. Bunu biz özümüz evimizdə, küçədə qulağımızdan qulaqcıq olarkən tərcümə etməliyik. Başa düşməliyik ki, Yasin surəsinin 7-ci ayəsi görünməz olmaq üçün enmiş ola bilər. Hansı ki, Rasulullah sallallahu müşriklərin arasında o ayəni oxuyaraq keçdikdə onu görmədilər. Hansı ki, bu zaman onun qardaşı İmam Əli ibn Əbu Talib aleyhissalam onun yatağında uzanmışdı. Başa düşməliyik ki, o surədə planetlərin hərəsinin öz orbitində üzməyindən danışılır. Başa düşməliyik ki, ölü üçün rəhmət, diri üçün isə elm qapısıdır bu surə. Mövzunu toplasaq, qəbr üstündə ərəbcə Yasin surəsinin oxunması çox gözəl əməldir. Bunun yenicə vəfat etmiş və ya dünyasını dəyişmiş şəxsə çox faydası yoxdur. Bəs biz dirilərə nə faydası toxunur qəbrin ətrafında dayanaraq onu dinlədikdə? Mənəvi olaraq hisslərimizi qabardır. Bəli, bəzi insanlar var ki, Ənfal surəsində qənimətlərin necə bölüşdürülməsi ayəsi oxunanda, Nisa surəsində mehr haqqında danışılanda və ya Firon haqqında danışılanda ağlayır. Lakin Qiyamə surəsi ona heç təsir etmir. Çünki anlamır. Quranı sözün əsl mənasında oxumayın və mənimsəməyin. Bunlar çox böyük problemlərdir. Bizə Quran ağlamaq üçün deyil, dərk etmək üçün enib. Bəli, sözümü yenə də izah etmək məcburiyyətindəyəm. Allah yolunda ağlayan gözlər axirətdə ağlamaz. Bu da doğrudur. Lakin ağlamağın da öz ədəb ərkanı var. Yersiz gülən kimi yersiz ağlayan da bəyənilmir bu dində. Axirət üçün hazırlıq bütün ayələrə ağlamaqdan və ya axundun avazı ilə gözlərin dolmasından keçmir. Bu kitab oxu deyə enib. Əgər ensəydi ki, dinlə, ən yüksəyə qoy, əl vurma, ağla, o zaman mən sizinlə razı olardım. Lakin əmr aydındır. Bəlkə də yeganə əmrdir ki, zahiri ilə batini eynidir. Arxasında heç nə axtarmağa dəyməz. Bəlkə də elə axirətdə bizə fayda verəcək tək şey oxuduqlarımız olacaq. Bu sözüm fiqhi kənara qoymaq demək deyil. Fiqhə əməl etmədən digər əməllər onsuz da boşdur. Biz burada vacib əməlləri edən biri haqqında danışırıq. Bəlkə oxuduqda orada elə bir söz görəcəyik ki, həyatımızı həm maddi, həm mənəvi olaraq 180 dərəcə dəyişdirəcək. Bəli, təəssüflər olsun ki, ilk vəhyin mənasını bilmədiyimiz üçün ona tabe olub bu əmri yerinə yetirmirik. Bu bizim bəlkə də ən mənfi cəhətimizdir. Lakin biz dərk etsəydik ki, bu Quranı Allah bizim əlimizlə qorusa daha gözəl olar. Biz onun dəyişdirilməsinə qarşı çıxsaq daha yaxşı olardı. O zaman həyatın fəlsəfəsini anlayardıq. Necə ki, bir çoxumuz İmam Mehdini Əl-Fatihə gözləyirik ki, gəlsin və hər şeyi qaydasına qoysun. Biz də yeyək, içək, kefimizi çəkək. Bunları üzlərək deyirəm ki, olmayacaq. Çünki imam da bizi gözləyir zuhur üçün. Nə qədər ki, biz onun gəlib hər şeyi həll etməsini gözləyəcək, o zuhur etməyəcək.
Onun zühuru bir halda baş verəcək ki, gəldiyi zaman bizi oturub zalimin zülmünü ağlayan deyil, elmimizi kamilləşdirən, insanlığa fayda verən halda görsün. Allahın qanunları belə işləmir. Bu dünyada, kainatda, hətta mikroblarda belə bir qanun var. Nə isə qazanmaq üçün nədənsə keçməlisən. İmamın gəlməsi üçün rahatlıqdan keçməliyik. Biz bugün özümüzü istəyəndə, divanda, televizor, PlayStation qarşısında rahat hiss edib, namaz vaxtı ərinə-ərinə durub namazı qılırıqsa, bu zaman qazancımız elə yuxarıda saydığım əşyalardan ibarət olacaq. Lakin bunun yerinə ərinməyi bir kənara atıb, açıb Quranı oxusaq, ərəbcə ilə yanaşı öz dilimizə tərcümə etsək, onu doğru mənimsəsək və o zaman imamın zühurunu gətirə bilərik. Hər şey bununla da kifayətlənmir. Bunlarla yanaşı biz Allaha olan imanımızı yalnız isti yerimizdə deyil, həm də maddi sıxıntılar zamanı, xəstəliklərdə, sevmədiyimiz yerlərə hicrətə məcbur olduqda da saxlamalıyıq. Bunların hər birinin Allahdan gəldiyini və hər şeyi onun planladığını düşünsək, zühur daha da tezləşər. Bununla belə düşünün ki, ən uca varlıq üstü sizin həyatınızı planlaşdırır, həm də sizi sevir. Bu daha yaxşıdır, yoxsa möhtac, əşyalara ehtiyaclı özümüzün həyatımızı planlaşdırmağı? Təbii ki, ilk variant mənə daha uyğundur, daha cazibdir. Həm də bu yaşamağı asanlaşdırır. Çünki üzərində heç bir məsuliyyət hiss etmirsən. Bütün məsuliyyəti həvalə edirsən uca Allaha və həyatını axarına buraxırsan. Lakin bunun üçün də bizim qurban verməli şeylərimiz var. Bugün kafirlərin haqq üzərində üstünlüyü silahlarının çox olmağında deyil, o silahları hazırlamaq üçün zamanında rahatlıqlarından keçib oxuduqları üçündür. Kafirlər belə bugün ilk vəhiyyə müsəlman ümmətindən daha çox əməl edir. Bizim də işimiz bugün yalnız oxumaqdan keçir. Nəinki durub imperialist güclərin Yaxın Şərqi məhv etməkdən ötürü ortalığa atdığı IŞİD və onun kimi digər təşkilatlanmaları dəstək verməkdən. Kafirlərin elmi bugün biz müsəlmanlarla müqayisə belə edilə bilməz dərəcədə yüksəkdir. Bəs bizə nə olub ki, biz elmimizi artırmaqdansa daha da bədəvi ərəbinə çevrilirik? Elə düşünürsünüz ki, imam zühur edəndə hərə əlinə bir qılınc alıb dağa qalxacaq? Bu absurd olar. Çünki əli qılınclını, əli silahlını bugün məhv etmək onlar üçün çox sadədir. İmamın zühuru elmi, texnoloji cihazla olacaq. Bugün öhdəmizə düşən vəzifələr bunlardır. İlk öncə fiqhə əməl etmək. Namaz çünki bizimlə onların arasındakı fərqdir. Dinin sütunudur. Daha sonra isə oxumaq. Bu oxumaq paralel getməlidir. Həm dini kitabları, bunlara Quranla yanaşı İncil, Tövrat da aiddir. Həm də dünyəvi kitabları. Dünyəvi kitabları oxumaq, dünya elminə sahib olmaq da, səbəb isə yüksək vəzifələrdə iş sahibi olmaq üçündür. Allahın qaydası belədir. Çalışmasaq bizə göydən möcüzə göndərməyəcək. Mütləqdir ki, çalışaq, rahatlığımızı qurban verək və daha sonra imamın zühurunu gözləyək. Bugün mən əminəm ki, dünyanın bəzi yerlərində bunları düşünən həqiqi müsəlmanlar var, lakin azdırlar. Bizim sayımızın azlığının sübutu isə hələ də imamın və Məsihin zühur etməməsindədir. Biz atalarımızın dininə inanaraq cənnət qazanmağa çalışmaqdansa, İslamı mənimsəyərək faydalı olmağa çalışmalıyıq. Axirətimiz onsuz da Allahın əlindədir. O hər şeyi yoluna qoyacaq. Bir daha özünüzə sual verin. Sabah Allah Qur'anı öz elmi ilə qorumasa və kafirlər onda dəyişiklik etsələr, hansı ki bu mümkün deyil. Biz burada bunun mümkünsüzlüyünü inkar etmirik. Bundan ziyadə onun mümkünsüzlüyünü qəbul edib, əgər olsaydı prinsipi ilə məsələyə yanaşıb, belə olduğu halda necə olardı sualı ilə oxucunu düşündürməyə çalışırıq. Bir daha özünüzə sual verin. Sabah Allah Quranı öz elmi ilə qorumasa və kafirlər onda dəyişiklik etsələr, hansımız cümlənin yox, yalnız bir əlifin dəyişdiyini bilərik?